Seher Saati. Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Metivin təqdimatında Səhər Saati proqramını dinləyirsiniz. Bizə eləcə də izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan canlı CBC FM Azərbaycan yazmaqla. Bugün mənim dəyərli dostum Azərbaycan BJJ Braziliya Jiu-Jitsu, eləcə də Qarapapaq Fight Club'ın prezidenti Agil Acalov qonağımızda. Sabahınız xeyir Agil, necəsiniz? Sabahın xeyir, sabahın xeyir. Agil məndən küsüb. O da deyir ki, mən niyə ad günümü quru-quru təbrik elədin? Mən də dedim ki, bax gəl, bax verilişə. Mən də səni belə təbrik edeyim. Dünən Agilin ad günü idi. Agil, səni təbrik edirəm. Hər zaman belə möhtəşəm, pozitiv qal. İstədiyin kimi yaşa, sağlam yaşa, xoşbəxt yaşa. Bax gördün, səni gördüm bax. Bütün ictimaiyyətin içərisində təbrik elədim. Sən amma mənə dedin ki, mən niyə Instagramda paylaşmırsan? Necəsən? Çox sağ olun qardaşım. Təbii ki, zarafat idi. Özüm səni məlikə fikir verən adamdır. Amma bunu kəs paylaşacağam. Mənim üçün ən gözəl təbrik, ən gözəl hədiyyə elə siz kimi dostların olmalıdır. Təşəkkür edirəm. Agil, belə başlayaq da. Qarapapaq Fight Club yarandı. İlkin mərhələdə bir neçə tədbir keçirdin və daha sonra artıq demək olar ki, söndü. Yox, sönməyinə sönməyib. Biraz közərti var da, yəni amma belə əvvəl kimi o alışıb yanmır. Biraz format dəyişib, belə deyim. Qarapapaq Fight Club promotion, bu belə deyək, hər zaman qeyd eləmişəm. Made in Azərbaycan bir brendidir. Burada əsas məqsəd nə idi ki, Azərbaycanda peşəkar idman yarışlarından, boks, MMA, Braziliya Jiu-Jitsu və digər idman növlərinin yarışlarını təşkil eləməkdir. Və əsasən düzdür, biz köklənmişdik daha çox MMA və peşəkar boks yarışlarına. Bir neçə deməzdim, deyər Qarapapaq Fight Club deməli 2021-ci ildə təsis oldu, yarandı. 2021-ci ildən bu yana hardasa 12-yə yaxın beynəlxalq turnir keçirdik. Yəni tək Bakı şəhərində deyil, yəni ölkə xaricində də biz yarışlar təşkil eləmişik. Sadəcə olaraq bəli, son illər ərzində, son bir il ərzində deyərdim ki, biraz durğunluq dövrünü yaşayırıq. O da nə ilə bağlıdır? Yəni biraz sponsor qıtlığından falan bu işlərlə bağlı, amma onun üzərində yəni geniş işlər gedir. Yəni bu günləri belə deyək, yarış keçirmək problem deyil, amma sadəcə olaraq sən bilirsən ki, mənim bir dəstək xəttim var. Mən yarış keçirtmək xatirinə görüntü üçün yarış keçirtmirəm. Mənim üçün əsas o yarışın səviyyəsidir, yüksək təşkilatçılığıdır və eyni zamanda da orada döyüşən idmançıların çox yüksək səviyyədə peşəkarlığa malik olmalılardır. Yəni belə deyək də, peşəkarlıq deyirik ya Agil. İndi hansı yarışlar keçirilir ki, Azərbaycanda qeyri-peşəkarlıq nümayiş olunur? Yəni bir çox elə yarışlar var. İndi bu Qarapapaq Fight Club-la bağlı deyim, keçid edəcəm ora. Yəni ki, sırf bununla bağlı. Yəni bu cürdə, yəni yüksək səviyyədə zaten bizim yarışlarımızı sən görmüsən. Yarışı keçirmək üçün çox güclü və böyük miqdarda maliyyə tələb olunur. Yəni burada xırda rəqəmlərdən getmir söhbət. Sadəcə olaraq yəni bu istədiyimiz məbləğə çatmadığımız üçün müəyyən dövrə o cür yarışların keçirilməsini belə deyək, təxirə salmışıq. Çünki niyə ən azından bu günləri bizə nəinki Azərbaycanda beynəlxalq ictimaiyyət, Dünya Boks Federasiyası olsun, MMA federasiyaları olsun, yəni bir çox nüfuzlu təşkilatların biz diqqət mərkəzindəyik, amma unutmaq lazım deyil ki, biz Qarapapaq Fight Club and Promotion təkcə bizi yox, bizim ölkəmizi, bizim millətimizi təmsil edən bir təşkilatdır və biz də ölkəmiz, millətimiz adına hər zaman çalışırıq ki, yüksək səviyyədə yarışlar təşkil edək. O baxımdan öz imicimizi qorumaq üçün belə deyək, o az büdcə ilə yarış xatirinə yarış keçirtmirik. Və amma bir şey deyim ki, biraz format dəyişib. Çünki Qarapapaq Fight Club olaraq təsis olunmuşdu, amma daha sonra Qarapapaq Fight Club'ın Qarapapaq Host Club, Açılıq klubu, Qarapapaq Uşaq futbol məktəbi, Qarapapaq voleybol, basketbol məktəbi təsis olundu. Eyni zamanda Qarapapaq yayıldı. Məsələn, ayrıcı olaraq
boks seksiyaları, MMA seksiyaları, sonra Braziliya jiu-jitsu əsas bizim bazamız. Yəni beləliklə yayıldı və açıq deyim ki, ayrı-ayrı idman növlərinin məsələn üçün yarışları olanda, ölkə çempionatları, Bakı birincilikləri olanda, yəni Qarapapağın belə deyək, idmançıları, yəni yarışlarda iştirak edirlər və kifayət qədər də yəni uğur əldə edirlər. Aha. Bəs yaxşı, o peşəkarlıq olmayan yarış xatirinə yarışlar niyə keçirilir ki Azərbaycanda və idman ictimaiyyəti buna niyə susur? Əgər bu formatda yanaşılırsa bu məsələyə. Bizi məsələn, indi hər şeydə biz dövlətdən gözləməyik də, idmançılar özləri də etiraz eləməlidir ki, ay falan kəsən bu cür yarışı niyə təşkil edirsən? Belə deyəm də, bu ya Azərbaycanda keçirilən bu bəzi promotionlar var ki, məsələn, kommersiya məqsədli yarışlar keçirirlər. Düzdür, əslində mən yarışın keçirilməyinin belə deyək də, əleyhinə pis yaxşı qoy keçirilsin. Çünki burada məqsəd idmanı təbliğ eləməkdir, bədən tərbiyəsini təbliğ eləməkdir. Bu da özü hardasa bir belə deyək, gənclərimizə örnək bir daşıyan bir işdir. Amma yaxşı olardı ki, səviyyə baxımından yaxşı olsun. Çünki olur ki, mən də elə belə deyək də yarışdan şahidi oluram ki, məsələn üçün çox zəif idmançıları gətirirlər. Güclü idmançılarını gətirirlər. Çox az büdcə ilə belə deyək də yarış təşkil eləyib daha çox pul qazanmaq məqsədi güdürlər. Yəni bu baxımdan da bəli yarışların səviyyəsi düşür aşağı. Amma təəssüflər olsun ki, bu günləri çox az sayda, yəni promotorlar var ki, belə deyək, federasiya rəhbərləri də belə deyək var ki, daha çox işə önəm verirlər, yəni işin yaxşı keyfiyyətinə önəm verirlər. Bax, bayaq bir cümlə qeyd elədiniz, istədiyimiz məbləğə çatmadığımız üçün. Bəli. İstədiyiniz məbləğ hansıdır? Bir də ki, niyə sponsorlarla çalışa bilmirsiniz? Və yaxud da sponsorlar sizlə çalışır? Mən deyərdim ki, bu hər zaman deyirəm bunu. Azərbaycanda təəssüflər olsun ki, Azərbaycanda idmana sponsor mədəniyyəti formalaşmıyor. Mən düşünürəm bu biraz psixoloji bir faktordur. Yəni bizim insanımız nədənsə yaxşılarından iraq hər şeyə mənasız şeylərin sponsorluq eləməyə can atırlar, amma halbuki idmana sponsora gələndə biraz tərəddüd eləyirlər, biraz soyuq yanaşırlar, amma onu da qeyd eləmək istəyirəm ki, yəni idmana sponsorluq eləmək lazımdır. Çünki bu günləri hər bir ailədə bir uşaq yetişir. Hamının övladı var. İdman da nədir? Uşaqların sağlam belə deyək, təfəkkürdə, sağlam fiziki sağlamlığın böyüməsində çox böyük bir rolu olan bir sahədir. O baxımdan da düşünürəm ki, hər bir Azərbaycanlı dövlətini, millətini sevən, ailəsini sevən, övladının gələcəyini düşünən insan idmana dəstək olmalıdır. İndi əfsuslar olsun ki, bizdə hələ bu mədəniyyət tam formalaşmayıb. Az sayda, yəni belə deyək, iş adamları var ki, şirkətlər var ki, idmana və idmançılara sponsor dəstəyi olurlar, amma bu da yenidir, barmaqla sayılacaq dərəcədədir. Yaxşıdır, sponsorluq eləyən adam elə bir investisiya kimi baxır buna, pul qoydu və nəsə götürməliyəm. Siz ona yaxşı nə verə bilmirsiniz ki? Siz burada məsələ nədir? Baxın, sizə bir təcrübəmdən danışım. Singapurdaydım. Orada deməli elə bununla bağlı bizim əcnəbi tərəfdaşlarla görüşlərimiz olmuşdu. Orada bizə deyirlər ki, yəni sizin insanınızdan bizim insanın fərqi nədir? Məsələn, mən onlara sual verirəm ki, bəs siz sponsorluq edirsiniz, amma heç bir qarşılığında belə deyək də maddi belə deyək də mənfəət əldə eləmirsiniz. Onların strategiyası, onların planı 5 ilə, 10 ilə, 15 ilə dayanır. Deyir, biz bu günləri bura investisiya yatırırıq. Biz həmən buradan nəsə bir qarşılıq belə deyək də gəlir gözləmirik. Gözləyirik təbii ki, amma indi yox. Biz gələcəyə hesablayırıq öz fəaliyyətimizi. Amma deyir, sizin insanınız bu günləri məsələn üçün maliyyə yatırımı eləyir. Bunun həmən
qarşılığını gözləyir, həmən qazanmaq istəyir. Amma yəni bu iş də belə olmaraq, yəni bu sponsorlar da başa düşməlidirlər ki, yəni sən bu günləri idmana sponsor edirsən, sən gələcəyə yatırım yatırırsan. Onu düşünmürlər. Onlar düşünürlər ki, mən bu günləri sponsorluq elədim, mənim məhsulumun və yaxud mənim şirkətimin reklamı geçsin və mən bununla da belə deyək də öz belə işim daha da inkişaf eləsin. Amma sadəcə olaraq yenə də səbirləri çatmırlar, biraz zamana buraxmaq lazımdır. Yaxşı, zamana buraxsın, nə qədər zamana buraxsın? Misal üçün də Qarapapaqdan danışırıqsa, Qarapapaq yarandığı vaxtdan dünya çempionu çıxıb oradan. Qarapapaq belə deyək. Deyirsiniz klublarımız var da, ona görə deyək. Hələ ki dünya çempionu yetişdirməmişik. Çünki dünya çempionu yetişdirmək çox çətin bir prosesdir. Bilirəm. Yəni mən başa düşürəm hara vurğulayırsınız siz. Çünki bu günləri bəli, çox əfsuslar olsun ki, Azərbaycanda var elə bir şey ki, yəni yerindən duran dünya çempionu, yerindən duran Avropa çempionu gedirlər mənasız yarışlarda, belə deyək də, iştirak edirlər, əllərində medalla, bayraqla gəlirlər ki, biz dünya çempionuq, biz Avropa çempionuyuq. Düz indi cəmiyyət tərəfindən müəyyən rəğbətlə qarşılansa da, amma idman ictimaiyyəti bilir nə var, nə yox. Yəni o həmin yarışların kökünə gedib çıxmırlar. Nə yarışıdır, hansı təşkilatdır, harda keçirilib, neçə nəfər neçə döyüş keçirdi. Məsələn, bir döyüş, 2 döyüş keçirdi. Dünya çempionu, Avropa çempionu belə deyək də adına layiq görülür. Təbii ki, bu idmana bir ləkə olan bir belə deyək də bir haldır. Ona görə də biz yəni tələsmir. Yəni düzdür, bizi beynəlxalq turnir qaliblərimiz var. Dünya, Avropa belə deyək də mükafatçılarımız var, amma çempionluqdan hələ danışmaq olmaz, çünki çox çətin bir prosesdir. Çünki Qarapapağın adından dünya çempionu olmaq gərək o nüfuzlu, çox nüfuzlu bir təşkilatda iştirak eləsin ki, o belə deyək də o çempionluğu da bizim belə deyək adımıza xələl yox, əksinə xeyir gətirməlidir. Amma ona görə də biz tələsmirik. Çünki dünya çempionu yetişdirmək bu çox çətin, məşəqqətli keçən bir prosesdir. Bunu mən gəldim, indi ola bilər, indi Allahdan istedad da ola bilər ki, məsələn 1 il, 2 il idmanda olar, səhərsi gün gələr gözəl, böyük bir nəticə əldə edə bilər. Dünya çempionu, yəni idmanda var, belə şeylər olur, nadir hallarda olsa da var. Amma ümumilikdə götürəndə, yəni bu dünya çempionu adı qazanmaq çox çətin bir şeydir. Hətta bir şey də vurğulamaq istəyirəm ki, deməli tanınmış idmançılardan biri, sən də tanıyırsan, bizim ortaq bir dostlarımızın, indi adını çəkməyəcəm. Bir dəfə bunu yol polis əməkdaşı belə deyək, yol hərəkəti qaydalarının pozduğuna görə saxlamışdı. Bu da istəmir də buna cərimə yazılsın. Üzdən də tanış gəlir. Qayıdıb deyir ki, bəs idmançıyam, dünya çempionuyam. Polis əməkdaşı qayıdıb deyir ki, neçə dəfə dünya çempionu olmuşsa. Bu da gülür, deyir cəriməmi yaz, mən çıxamayım. Artıq bilir ki, yəni başı çıxan adam. Başı çıxan adamdır. Yəni dünya çempionu insan idmançılar var ki, nə biləm 6 dəfə, 7 dəfə dünya çempionu olur və daha çox. Ne oluyor, dünyada bundan yaxşısı yoxdur, o 6 ilə çıxmadı biri. Yenə deyirəm, baxır hansı təşkilatda döyüşürsən. Maraqlı olan siz dediniz ki, bizdə... Yəni biz Qarapapağın döyüşçülərində, məsələn, elə təşkilatlarda, məsələn üçün, döyüşməyə göndərmirik. Hətta deyim ki, bu digər təşkilatlarda da, BJJ Azərbaycanda da, yəni mənasız nüfuzu olmayan belə deyək, yarışlara göndərmirik. Düzdür, bir şey deyim, elə yarışlar da lazımdır, amma baxır hansı idmançılara. Yəni artıq yetişmiş, püxtələşmiş, artıq müəyyən uğur qazanmış idmançının o cür təşkilatlarda döyüşüb özlərini nüfuzdan salmağına mən əleyhinəyəm. Amma yeni yetişən idmançılar üçün, yeni yetmə idmançılar üçün o cür yarışların da, yəni gedib iştirak eləməyi hardasa yaxşı baxıram. Nə baxımdan? Yəni təcrübə baxımından. Amma qayıdıb hansısa formatda özünü Bəli, amma müəyyən level keçəndən sonra
təbii ki, indi at xatirinə, yalançı nüfuz xatirinə gedib o cür təşkilatlarda döyüşməkdən şəxsən mən bir rəhbər olaraq icazə vermirəm. Bax, bayaq dediniz ki, bizim idmançılarımız var ki, perspektivlidir və bir neçə idman növü saydınız ki, o istiqamətdə siz işlər görürsünüz. Hansı növdə bizim perspektivli idmançılarımız var və yaxın zamanda tutalım ki, Avropada və yaxud da dünyada biz Qarabağ Fight Club adından, yəni Azərbaycan millisinə verib daha sonra çıxarda bilərik. Yəni boksda mı, judoda mı, misal üçün voleybol komandamız mı? Biz bəzən o deyirlər Azərbaycan idman ölkəsidir. Azərbaycan, yəni bu cidden, yəni sıradan bir söz deyil. Həqiqətən Azərbaycan idman ölkəsidir. Çünki Azərbaycanda idmanın hər bir növündə perspektivli, potensiallı, gənc, yeni yetmə idmançılar var. Yəni konkret desəm ki, sırf bu idman növü üzrə daha çox perspektivli idmançılar var, yalan olur. Amma yəni belə deyək, əsasən də bizi bu xarakter söhbət var. Bizim millətin özünə məxsus bir spesifik xarakter var, bu döyüşkənlik, liderlik. Bizim belə deyək də coğrafiyanın, bizim regionun insanı o mənəmlikdən, liderlik belə deyək də xüsusiyyətindən irəli gəlir, təkbətəyi döyüş növlərində daha çox ən yaxşı olmalı. Yaxşı, yəni yaxşı nəticələr əldə edirlər, nəinki komanda oyunlarında. Ona görə yəni sırf bir idman növünün adını çəkmək istəmirəm. Yəni ki, deyərdim ki, bütün idman növlərində kifayət qədər perspektivli idmançılarımız var. Sadəcə bir məsələdə var ki, elə federasiyalar var ki, 20 ildir bir nəfər federasiya rəhbəridir. Eləsi də var ki, 2 ildən bir dəyişir. 20 il olanlar demək olar ki, sönürlər artıq müəyyən bir vaxtdan sonra, artıq nəticə də vermirlər. Tutalım ki, 5 il bundan öncə yer tutan idmançıların üzərində öz reklamlarını, PR-larını aparırlar. Tez-tez rəhbər dəyişəndə tutuzdura bilmir. Müəyyən bir statusa, bir səviyyəyə gətirib çıxartdılar. Ondan sonra hansısa bir paxıllıqdan və yaxud da nədənsə anlaşılmazlıqdansa artıq dəyişdilər. Həmin federasiya rəhbərini seçki yolu ilə, o seçki yoluna seçilir də və tutuzdura bilmirlər. Elə hər 2 ildən bir rəhbər dəyişir. Yəni bu iki kontekstdən yanaşanda məsələyə hansı daha uğurlu ola bilər? Belə deyək, indi bir şəxsin tutalım uzun illər bir təşkilata rəhbərlik eləməyinə mən buna pis baxmıram. Əgər insan işinin peşəkarıdırsa, yeni gətirə bilmirsən. Yəni insan ümumiyyətlə belə deyək də rəhbər olmaq təkcə belə deyək də elə oturduğun rəhbərlik elədiyin, idarə eləməkdən keçmirsən. Təbii ki, daima dünyanı izləməlisən, beynəlxalq aləmi, idman aləmini izləməlisən. Yəni yeni belə deyək də dünyadan təcrübələr gətirməlisən. Bunu ərsəyə gətirməlisən öz fəaliyyətinlə. Təbii ki, belə olsa daha yaxşı olar, amma yenə də bu təqdirdə məsələn mən tanıdığım federasiya rəhbərləri var ki, yəni uzun illərdir federasiya rəhbərlik edirlər, amma deyərdim ki, çox yaxşı da rəhbərlik edir. Yəni bu hallar da var. Amma qaldı ki, məsələn üçün, yəni o baxımdan bir şəxsin belə deyək də uzun illər bir təşkilata rəhbərlik eləməyinə pis baxmıram. Əgər nəticə varsa, uğur varsa, niyə də yox. Qaldı ki, tez-tez məsələn üçün rəhbərlik dəyişməyinə, mən sizə bir söz deyim. Burada belə bir şey var. Bizdə belə bir nüans mı deyim, nə deyim, var ki, məsələn, falan kəsi gətirdilər, falan təşkilata rəhbər qoydular. Həmən bir nəticə gözləyirlər. Amma bu elə deyil axı, yəni insana bir sınaq müddəti lazımdır, bir zaman tanımaq lazımdır. Ola bilər ki, o çıxıb gedib idmançının yerini döyüşmək. Yəni ola bilər ki, bu yeni başlayanda təcrübəsizliyinə müəyyən nöqsanlara yol verə bilər, müəyyən səhvlərə yol verə bilər. Amma həmən bunu kəsib doğramaq da olmaz axı, bunu dəyişmək də olmaz. Məsələn, mən tanıyıram bəzi elə qurumlar var ki, tez-tez rəhbərlik dəyişikliyi olur. Bu da təbii ki, həmin təşkilatın zəifləməsinə gətirib çıxardır. Məsələn, əsas odur ki, kollektivin sağlamı. Məsələn, mən güya ki, təzə belə deyək də
o vaxtları Alpaqut Federasiyası olsun, sonra digər federasiyalarda fəaliyyət göstərəndə mənim nöqsanlarım olmayıb, təbii ki olub. Fəaliyyət olan yerdə zaten nöqsan olur. Fəaliyyətsizlik olan yerdə nöqsan olmur, səhvlər olmur. Biz də daima bunun üzərində çalışmışıq. Yəni bugünkü gündə Azərbaycan Braziliya jiu-jitsuda məsələn üçün təbii ki mənim üçün bura gələndə yeni bir idman növü idi. Tamamilə hər şey fərqli idi. Mənim özümün bir idman baza kimi, bir idmançı kimi bazam judo idman növüdür və digər əlbəyağı döyüş növləri. Mənim üçün Braziliya jiu-jitsu tamamilə fərqli bir aləm idi və yeni bir şeydi. O qədər bilmədiyim şeylər var idi, amma şəxsən elə buradan da öz efir vasitəsilə dəyərli ustadımız, ağsaqqalımız, elə mənim öz həm də müəllimim, belə deyək, məni məcburən öyrədə peşəkarlıq dərəcəsinə, yəni qəhvəyi kəmərə qədər gətirib çıxardan öz ustadım Taleh müəllim Taleh Həsənov, həm də eyni zamanda Azərbaycanda Braziliya jiu-jitsu döyüş sənətinin banisi. Məsələn üçün həmin şəxsin və digər şəxslərin belə deyək mənə olan etimadı, dəstəyi, nöqsanlarımı görüb görməzdən gəlməkləri, yəni ümumi olaraq bizim kollektiv mən nöqsanlar belə deyək də, nöqsanlarım olduğu təqdirdə məni kəsib atmazlar ki, mənə dəstək olurlar, mənə arxa olurlar. Belə də mən də get-gedə işin belə deyək mənimsədim, tempi tutdum və işi başladım aparma. Bugünkü gündə təbii ki əsas kollektivdən çox şey asılıdır. Mən bir təşkilatın görsənən tərəfiyəm, görsənən üzüyəm. Amma bu təşkilat idarə eləmək, bir federasiya idarə eləmək, klub, ictimai birlik fərqi yoxdur. Bu çox açıq deyimsə çətin bir məsələ, prosesdir və eyni zamanda da çox məsuliyyətli proses. Və burada da komandadan çox şey asılıdır. Və mən də bu günləri özümü çox şanslı hesab edirəm ki, mənim ətrafımda elə güclü komanda formalaşıb ki, mən bilirəm ki, insanla da bu insan faktorudur, bu robot deyilik ki biz səhvə yol verə bilərik. Amma bu günləri mən tam rahatam ki, mən sabahları hər hansısa bir nöqsənə yol versəm, yəni mənim arxamda dayanıb mənə belə deyək, güc ola biləcək bir insanlar var. Ya, elə BJJ-dən söhbət düşmüşkən o jiu-jitsudan bu inkişaf mərhələsi hansı yerdədir? İndi özümüzü tərifləmək kimi çıxmasın, yəni çox yüksək səviyyədədir. Yəni bilirsiniz Azərbaycanda deməli yeganə dövlət qeydiyyatından keçmə rəsmi Braziliya jiu-jitsu təşkilatı bizik. Eyni zamanda beynəlxalq İdman Jiu-Jitsu Assosiasiyasının Azərbaycanda rəsmi nümayəndəliyi bizik. Və bir sıra başqa təşkilatların da biz üzvüyük. Bunlar nə deməkdir? Yəni bizə olan etimad. Bizim fəaliyyətimiz və fəaliyyətimizdə qüsursuzluq. İndi daxildə ola bilər müəyyən çatışmamazlıqlarımız var, amma beynəlxalq çərçivə arenaya çıxanda, yəni biz maksimum dərəcədə qüsursuz çıxırıq. Şükürlər olsun da ki, yəni işlərimiz yaxşı gedir. Fəaliyyət də ki yaxşıdır. Deyir bir təşkilatın fəaliyyətinin yaxşı olmağı nədəndir? Onun həm keçirtdiyi tədbirlər, yarışların belə deyək də səviyyəsi və eyni zamanda da onun idmançılarının beynəlxalq arenada qazandığı uğurlar. Məsələn bizim elə son görüşümüzdən bu yana bir sıra yarışlar keçirdik. Məsələn silahlı qüvvələr gününə həsr olunmuş yarışlar keçirdik. Open matlar keçirdik. Bir sıra seminarlar keçirdik müxtəlif zəpkili mövzularda və eyni zamanda da idmançılarımız da beynəlxalq turnirlərdən məsələn mükafatçılarımız oldu, Avropa çempionumuz da oldu. Yəni belə deyək, yaxşı nailiyyətlərimiz olub. Bölgələrdə inkişaf baxımından necə? Bu günləri yaxşıdır. Yəni düzdür, Bakı və Bakı ətrafı rayonlarda kifayət qədər inkişaf edib, amma bəlkə bundan öncə də sənin verilişində qonaq olanda demişdim ki, əsas bu günləri biz gücümüzü qoymuşuq regional inkişafa. Daha çox öz gücümüzü ora sərf edirik. Deyərdim ki, inkişaf geri dönüşlər var. Deyim ki, qənaət bəxşdir, razıyam, xeyr. Amma yəni gedişat prosesi onu göstərir ki,
yəni müsbətə doğru addımlayırıq. Daha çox hansı bizim regional istiqamətdə maraq var bu idman növü? Ümumiyyətlə Braziliya Jiu-Jitsu döyüş sənəti. Mən sizə deyim ki, dünyavi bir brenddir, bir idman markasıdır. Yəni bu dünyada bilirsiniz də bəzi idman növləri var ki, öz populyarlığa seçilir. Formula 1 olsun, məsələn futbol olsun, MMA döyüşləri olsun, golf idmanı həm bahalı idman növləridir və eyni zamanda da çox belə samballı da brend markalar sayılırlar. Braziliya Jiu-Jitsu, yəni bu günləri dünyada top 5-likdə olan idman markalarından biridir. Dünyada çox nüfuzludur. Adi MMA döyüşləri, məsələn bu UFC təşkilatında keçir. Baxırsınız ki, orada döyüşçülərin böyük əksəriyyəti ilə Braziliya Jiu-Jitsu ilə məşğul. Yəni bu dünyada artıq belə bir tendensiya gedir. MMA döyüşlərində qalib gəlmək istəyirsən, Braziliya Jiu-Jitsunu yaxşı bilməlisən. Hətta bu günləri Yapon judo məktəbi dünyada ilk üçlükdə olan ölkələrdən biridir də, həm də bu vətənidir. Bu günləri Yapon judo məktəbini məsələn mən izləyirəm. Artıq judoçular da Braziliya Jiu-Jitsu ilə məşğul olurlar. Yəni təcrübələr daha çox böyük təcrübə, çünki fərqli bir idman növüdür. Yəni tək bu son 5 ilin, 10 ilin söhbəti deyil, illərdir. Yəni Braziliya Jiu-Jitsu böyük belə deyək də nüfuza malikdir dünya idmanında. Azərbaycanda son belə deyək də 10-15 il ərzində deməli 2008-də bunu Talih müəllim təsis eləyib, Azərbaycana gətirib. Yəni 2008-dən bu yana başlayıb inkişaf eləməyə. Bizdə də yəni kifayət qədər, yəni deyirəm, tanınır və yəni sözümü hara gətirirəm ki, yəni bölgələrdə bilirlər. Çünki MMA bilirsiniz, bunları çox güclü inkişaf edir. Reklamı da çox güclü gedir. Yəni burada deyərdim ki, hər ailədə məsələn üçün uşaq yetişirsə, onundan 9-una sual versən ki, hansı idmanlarla məşğul, deyəcək ki, mən MMA ilə məşğul olmaq istəyirəm. MMA nə qədər Həbiblə Connordan sonra MMA də nə qədər populyarlıq qazanırsa, nə qədər inkişaf edirsə, eyni zamanda da onun yanında da elə Braziliya Jiu-Jitsu. Çünki onun ana bazası elə Braziliya Jiu-Jitsu təşkil edir. Yaxşı da bu təşkil edir. Okay, başa düşdüm. Bizdə Azərbaycandan hələ ki UFC-yə ancaq Tofiq müəyyən mərhələyə qədər gəlib çıxıb. Niyə biz hələ gənc idmançıları bu istiqamətdə yetişdirə bilməmişik? Yetişdirə bilmişik. Aha. Yetişdirə bilmişik. Yəni tanınmır. Mən şəxsən belə deyək, bu günləri 18, 17, 19, 20 yaş, 25 yaşa qədər deyək də yeni idmançılar UFC-də döyüşə biləcək, belə deyək də, potensiala malik idmançılar tanıyıram. Niyə çıxmırlar ortalığa? Məsəl üçün bu dəqiqə Instagram üzərindən sponsor. Yox, mən başa düşürəm. Bax, mən sizə bir söz deyim də. O sualı mənə də çox verirlər ki, niyə bizim idmançılar məsələn UFC-də çıxış eləmirlər? Gözəl qeyd elədin. Hər şeyi dövlətdən gözləmək olmaz. Bir idmançının buradan məsələn Amerikaya getməyi və yaxud da ki başqa bir ölkəyə çox böyük vəsait tələb edir. Orada təlim məşq toplanışları keçməlidir. Orada təcrübə qazanmalıdır. Təkcə burada bir zalda məşq eləyib, bir zalda döyüşüb sən gedib UFC-yə çıxa bilmərsən. Sən gedib UFC-dir, Ryzen-dir, Bellator-dur və digər nüfuzlu təşkilatların da əsasən UFC ilə Ryzen gedir. Orada döyüşmək üçün sən müxtəlif təlim məşq bazalarında, yəni Taylandda, Amerikada, Yaponiyada, Braziliyada sən burada təcrübə toplamalısan. Sən müəyyən yarışlarda iştirak edib təcrübə qazanmalısan. Okey. Təcrübə qazandın, yarışlarda qalib gəldin, artıq yetişmisən, həm psixoloji olaraq, təcrübə baxımdan, fiziki olaraq UFC-də döyüşməyə hazırsan. Var elə bir idmançılarımız. Amma bununla yarışda iştirakı üçün bu insan gedib ən azından bir Amerikada bir ay qalmalıdır. Yeməlidir, içməlidir, məşq eləməlidir. Ailəlidirsə ailəsinə də baxmalıdır.
Bunlar hamısı böyük qonorarlar tələb edir. Bizdə də yenə deyirəm, sponsor mədəniyyətimiz yaxşı formalaşdırmadığına görə, sponsor baxımından idmançılarımız qıtlıq çəkdiyinə görə bizim idmançı gedib çıxa bilmir ora. Gedib o yarışda, o təşkilatda iştirak edə bilmir. Sırf maddiyyatı bağlıdır. Yəni bunun maddi bazası olsa, bu UFC-yə biz bu günləri tək Tofiq yox, biz çox idmançı verə bilərik. İndi mən belə deyim, siz bayaqlar elə efirdən öncə qayıdıb desən ki, məsələn, Dağıstanlılar, Qafqaz belə deyək də, Çeçen, Dağıstanlı daha çox bu dəqiqə. İndi mən də sizə söylədim, indi dostlarımızdır, dost belə deyək də, qardaş xalqlardır bizə. Çox oradan mən özüm dostlarımız var, idmançıları tanıyıram. Amma Azərbaycandan, yəni ümumi toplasaq, bizim daha çox idmançılarımız var ki, o səviyyədə çıxış edir. Sadəcə olaraq, bax, nəyə görə, mənə o sual da verirlər. Niyə Gürcüstandan çıxır, niyə Çeçenistandan çıxır, Dağıstandan çıxır, da digər Qafqaz belə xalqlarından çıxır, bizdən çıxmır. Çünki onlara sponsorluq eləyən var. Çünki onlar ora gedib çıxana qədər təkcə UFC-yə gedib çıxmaq üçün sponsorluq lazım deyil eləmək. Hələm ora qədər də bir gedilən yol var axı. Bunun məşqləri var, bunun qidaları var, qidalanmağı var, bunun vitaminizasiyası var. Yəni çox o uzun illər həmin idmançıların üzərində işləyirlər. Ona görə də məsələn üçün bir 10 il bundan qabaq başlayan proses bu günləri özünü doğrultmağa başlayır. Gəlin belə bir nümunələr gətirək də, indi bu dəqiqə özünüz də bilirsiniz. İstər Conor Nöz olsun, istər Merab olsun, bu Gürcü, əslən Gürcü olan və UFC-də müəyyən bir uğur qazanan, onlar hamısı görürsünüz də, həm fəhləlik eləyib, həm də UFC-də gəlib nəticə verib. Yəni hər şey biz duraq, deyək ki, misal mən sizə bir söz deyim, gəlsin elə mən oturum. Fəhləlik eləyib UFC-nin çempionu olmayıblar. Fəhləlik eləyə bilərlər. Məşq eləyiblər. Məşq eləyib, amma onların sponsorları olmasaydı, onlar gedib ora çıxmazdı. Çünki İndi bilmirəm, siz olmusunuz, olmamısınız. Amerikadır, məsələn üçün, əsas belə deyək də, daha yaxşı baza oradadır da, oranın məktəbi çox güclüdür. Orada gedib təlim məşq toplantılarında iştirak eləmədə ən az bir ay, 2 ay orada qalmalısan, bu hava ilə tanış olmalısan, və yaxud Taylanda gedirsən, və yaxud Yaponiyaya gedirsən. Çox bahadır. Orada yaşamaq, yəni bizim ölkə ilə müqayisədə, yəni mən deyərdim müqayisə eləmərəm. Çox bahalı yaşamaq. Bu insan məsələn bir aylıq gedir ora. Orada yenə deyirəm, onun təlim məşqi var, onun qidalanmağı var, onun vitaminizasiyası var. Və qeyd elədiyim kimi ailəlidirsə ailəsinə baxmaq var. Bunlar hamısı küllü miqdarda, yəni burada az məbləğdən getmir söhbət. Başa düşürəm. Yəni onların sponsoru olmasaydı, onlar gedib orada rahat belə deyək də məşq eləyib, təcrübə toplayıb. Bu cürdə idmançılar ona görə PR menecerlərlə çalışmalıdır. Razıyam. Menecerlər və federasiyalar yenə də deyirəm, işləməlidir onlarla. İstəyir dünya çempionu olsun, istəyir Avropa çempionu olsun, istəyir digər MMA, UFC olsun, digər təşkilatlar olsun. Buradan sən çempion vermək istəyirsənsə, idmançıya yəni investisiya yatırmalısan. Bax, məsələn üçün, deyir sizə Merab və yaxud da Həbib. Bəlkə Həbib çempion olmamışdan qabaq indi Dağıstanı tanıyırdılar və yaxud da Gürcüstanı da tanıyır. Amma Həbibdən sonra bütün dünya Dağıstanı tanıdı. Seminarlara gəlib. Yəni tək seminarlara gəlməkdən getmir də. Yəni bütün dünya, görürsünüz, bir nəfər idmançıya görə bütün dünya o insanın həm milliyyətini, hansı millətə mənsub olduğunu, həm ölkəsini tanıdı. Yəni indi görün, idman ölkəni tanıtdırma baxımından nə dərəcədə belə deyək də. İndi biz siz nətər Həbib tanıtdı, amma Həbib daha sonra idman fəaliyyəti ilə məşğul oldu.
həmin bu dəqiqə idman karyerasını yenə də məşqçi kimi, artıq idman meneceri kimi də davam elətdirir, öz idman məktəbini açıb. Bizdə tanınmış idmançılar var da. Yəni onların bir məqsədi odur ki, otursun aylıq maaşa, dövlət də sağ olsun, idmançılara maksimum dəstək verir, gəlir müəyyən bir qurumlara yerləşir. Razıyam. Yəni sən bu istiqamətdə davam elətdir. Maksimum dəstək olur. Onlar da nə edir? Gəlir axırda oradan çıxır narazılıq edir, buradan çıxır narazılıq edir. Adama sual verirsən ki, öz məktəbini niyə yaratmamısan? Yəni bu dəqiqə idmançıya ən rahat olan şey nədir? Öz məktəbini yaratmaq, seminarlar təşkil etmək, sən burada idman turizmini inkişaf etdirə bilərsən, sən dövlətə nə dəstək verə bilərsən sualı yaranır və ona görə bizim böyük bir əksəriyyət çox geniş düşünmür, perspektivi düşünmür. Ona görə də məhz elə yerində qalır və digər idmançıların da yolunu bağlamış olur. Çünki vaxtı ikən həmin idmançılar investisiya edənlər müəyyən bir nəticə əldə edəndən sonra həmin idmançı geri dönüşünü görmür. Ona görə də gənc idmançılar da bu dəqiqə əziyyət çəkir. Tamamilə razıyam. Yəni burada bir məsələ də var. Var elə təəssüflər olsun ki, məsələn, bir idmançıya yoxud idmançılara investisiya yatırırsan, maddi, mənəvi. Səhərsi gün idmançı müəyyən bir nüfuz qazanandan sonra belə deyək də öz duruşunu itirir, həmin insana belə deyək də müznaq olur. Olur belə hadisələr. Qaldı ki, deyirsən o öz məktəbini yaratmaq. Bizim idmançılardan var. Yəni var, öz məktəblərini yaradıblar. Yəni indi birinin adını çəkib, birinin adını utsaq biraz yaxşı çıxmaz. Ona görə ad çəkmirəm. Var elm. Amma belə bir şey də var. Yəni sənin söz və qüvvət çox nüfuzlu, tanınmış, populyar bir idmançı ki, məsələn, məktəb açır, bir biznesə başlayır. Okey, eyvallah. Mənim yadıma gəlir ki, mən yadıma düşəndə ki, o həmin məktəbdə aylıq belə deyək də ödəniş nə qədər summa qoyub, mən açıq dedim ki, çox təəssüfləndim. Həmin adamın özünə dedim. Sən dedim ki, yəni bir idmançı olaraq başa düşməlisən. Çox çünki böyük bu yerlərdən sən keçmisən. Sən böyük bir çünki sən kasıbçılıqla böyümüsən. Yəni sənin dediyinə gəlib çıxıram. Ona dedim, sən dedim kasıbçılıqdan böyümüsən. Sən bu yolu keçmisən. Bu günləri sənin pulun var, şanın, şöhrətin, altında bahalı maşın, gözəl idman zalın var. Sən daha yaxşı olardı uşaq idman məktəbini inkişaf elətdirəsən. Uşaq idman məktəbini də inkişaf elətdirmək üçün sən belə deyək, müəyyən güzəştlərə getməlisən. Kasıb, perspektivli idmançı uşaq ola bilər. Məsələn, sən ona pul almamalısan. Təbii ki, bu da dolanmalıdır da. Yəni bu çünki zalı saxlamaqdır, eləmək bunlar hamısı və xərclər tələb eləyir. Sən elə bir qiymət qoymalısan ki, hamı gəlsin. Yəni hamı gələ bilsin. Deməli cavabı nə olur ki, mən deyir biznesini fikirləşirəm, pul qazanmağını fikirləşirəm, əfsuslar olsun. O uşaq məktəbini fikirləşmədi. Deyirəm, yaxşı, bəs axı sən bu məbləğlə, yəni bu klubu inkişaf elətdirə bilməyəcəksən, çox adam az gələcək. Əslində ağıllı gediş elədi, amma o ağıllı gedişdə müəyyən bir dövrə qədər də, yəni dırnaq içərisində də ağıllı. Deyir ki, mən çox nüfuzluyam. Mənlə tanış olmaq istəyənlər, mənlə bir əlaqə yaratmaq istəyənlər, mənlə şəkil çəkmək istəyənlər öz övladlarını mənim məktəbimə gətirəcəklər. Doğrudan da elə idi. Baxırdın ki, hər belə deyək də güclü idmançı, hər belə yüksək nailiyyət əldə etmiş idmançı güclü məşqçi ola biləcək deyilən bir şey yoxdur. Yəni okey, yaxşı idmançısan, nüfuzlu idmançısan, bayrağımızı qaldırmısan, fəxrimizsən. Amma bir pedaqoji fəaliyyəti məktəb olmalı. O deyil. Yəni bir dünya çempionu, Avropa, bəlkə də nə vaxtsa uzun illər, indi hələ gəncdir də, belə deyək, təcrübə toplayandan sonra, amma bugünkü gün o deyil. Təəssüflər olsun ki, bu günləri baxıram ki, sırf həmin şəxsən əlaqə yaratmaq üçün o pullular belə deyək də həm özləri, həm öz uşaqlarını həmin kluba aparırlar ki, amma bu da nəyə gətirib çıxarır? İdmanın inkişafı deyil bu.
Bu belə deyək də, kimləsə əlaqə qurmaq və yaxud da ki, şəkil çəkdirmək üçün müvəqqəti. O gələcək orada 1 ay, 2 ay, 3 ay məşqini keçəcək. Allah o da güya məşq, görüntü xatirinə. Özün bilirsən də bu günləri tendensiyalar, bu dəqiqə idmançıların əksəriyyəti sosial şəbəkəyə işləyirlər. Ancaq Instagram, Facebook, TikTok müxtəlif videolar görürsün. İndi süni intellektlə də maraqlı videolar düzəltmək olaraq. Yəni məşqdən çox daha çox ora köklənirlər. Ona görə də nəticə verə bilmirlər. İndi yəni demək istədiyim odur ki, yəni müəyyən 2 ay, 3 ay sonra da çıxıb gedirlərdi. Artıq sənin o əl çatmaz olan, ulduz olan adam artıq tez-tez təmasda olursan, sənin üçün adiləşir. Və bu günlərdə açıq deyim ki, artıq məsələn mən son 1 ildir o məktəbin fəaliyyətinə baxıram, görürəm ki, o məktəbdən yenilik yoxdur, təkrarçı. Yeni, yəni batmaq üzrədir. Çox təşəkkür edirəm Aqil. Mən təşəkkür edirəm dəvət üçün. Hər dəfə onsuz da bir-birinə maraqlı söhbətlər edirik. Bu dəfə də düşünürəm ki, çox faydalı əslində söhbət oldu. Çünki hər kəs ən azı öz payına düşəni götürməlidir ki, bu istiqamətdə inkişaf edək. Tənqid olan yerdə qəbul olunmalıdır və inkişaf da getsin deyə biz bu istiqamətdə hansısa bir addımları görməliyik. Təbii ki, yəni ümumiyyətlə insanlar, ağıllı insan hər zaman tənqidə açıq olmalıdır. Mən şəxsən sevirəm mən tənqid olunanda, çünki ola bilər ki, mən öz qüsurumu, öz səhvimi özüm görməyə bilərəm. Amma ətrafdan mənə hər hansı bir səhvim, nöqsanım barədə bir söz deyiləndə mən bunu yaxşı qəbul edirəm. Əksinə həmin insana daha çox hörmət edirəm və çalışıram öz səhvlərimi düzəldim. O baxımdan da elə sənin də tənqidlərindən deyərdim ki, mən razıyam. Müəyyən məqamlar olur ki, narazı olduğum məqamlar olur. Bu da normal bir şeydir ki, yəni burada obyektiv və ya subyektiv? Yox, söhbət obyektiv, subyektiv məsələdən getmir. Məsələn, mən jurnalistikadan səninlə danışa bilmərəm. Amma idmanla bağlı elə məqamlar var ki, bunun içində olmadan bilmək olmur. Kənardan biraz fərqli görürsən, mən də onu anlayıram zaten ki, sən kənardan baxan kimi. Amma uzun illərdir idmanın içində olan, idmana dəstək olan bir insan kimi, yəni mən bunu... Valla içim yanır deyəm buna. Mən indi dostluq deyən demirəm, mən bilirəm ki, belə mənim özümün idman fəaliyyətim başlayandan Xanlar Meytiyev mənim yanımda olub təmənnasız olaraq və bilirəm ki, Xanlar idmançılara uzun illər günü bu gündə təmənnasız dəstək olan bir şəxsdir. Yəni sən idmanın və idmanın içindəsən. Ona görə sənin tənqidlərini mən qəbul edirəm, çünki sənin artıq bir bilik bazan var da bu idmanla bağlı. Ona görə hardasa yəni böyük əksəriyyəti razılaşıram səndən, amma qismən olan məqamlar var ki, onu sadəcə olaraq daha incə detallarına qədər müzakirə eləsək, mən bilirəm ki, orada sən məndən razı olacaqsan. Çox təşəkkür edirəm. Ona görə təşəkkür edirəm dəvətin üçün, minnətdaram. Bir daha da təbrik üçün də çox sağ ol. Fəaliyyətində uğurlar arzu edirəm. Yenə də sənlə belə deyək, verilişdə qonaq olmaqdan mən çox böyük bir zövq aldım. Sağ olun, təşəkkür edirəm. Səhər saatı isə bununla da yekunlaşır. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.